أعوذ بالله الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük değerli aziz mümine bacılarım ve mümin kardeşlerim. Bugün cümədir, cüməmiz mübarek olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cənnətində cəm eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayet etmeye davet edirəm. Allah'ın emrinde möhkəm olaq, Allah'ın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugünkü xutbəmizin mövzusu insan həyatının dönüş nöqtəsi olan tövbə. Bu barədə bu haqda mən danışacağım. Əlbəttə, hər kəsin buna çox böyük ehtiyacı var. Yaşından asılı olmayaraq, cinsindən asılı olmayaraq, hər bir insanın həyatda bir dönüş nöqtəsi olur. Müəyyən həddə qədər yaşayır və sonra düşünür ki, artıq hər bir şey bitdi. Deməli, bitdi deyirsə, onun bir həyatında dönüşdür. Yaxşı mənada inkişafıdır. Ona tövbə deyirlər. Tövbə. Tövbə sözü sadəcə peşmanam demək deyil. Yəni bir insan əgər hərəkətindən, çirkinliyindən, etdiyi günahlara görə tövbə bitdi, sadəcə bu demək deyil, peşman olmaq anlamında deyil. Tövbənin biraz da dərinliyinə girəndə qəlbin dərinliyindən gələn, içindən gələn, özünü tanımaq, nəfsini dərk etmək, yanlışlıqlardan dönmək və Allaha sığınmaq anlamındadır. Bütün bunların fonunda tövbə deyirlər. Etdiyimiz günahlar, etdiyimiz xətalar, etdiyimiz üsyan və nisyanların hamısına son qoyuram, peşman oluram, qəlbən, ruhən, cismən, əməli şəkildə istəyirəm da bir daha mən o günahları etməyəcəm. Bunun əsas qayəsi tövbədir. Quran-ı Kərim buna gözəl cavab verir. Zümer surəsinin 53-cü ayəsində ey özlərini əziyyət edərək, özlərinə zülm edən bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Həqiqətən Allah bütün günahları bağışlayar. Zümer surəsinin 53-cü ayəsi İnnəllaha yəğfiru'z-zunubə cəmi'a innehu huvel-gafurur-rahim ayənin sonluğu belə bitir. Allahın mərhəmətindən naimid olmun, ümidlərinizi qırmın. Bu ayə hər peşman bir qəlbə bir ümiddir. Bu ayə hər peşman olan qəlbə bir ümiddir. İnsanlar var ki, o həddə gəlib çatıb ki, borcun içində üzür. Borc bunu öldürür. Bəzən mənim yanıma gəlirlər, deyirlər ki, mən artıq borcun içindəyəm, evimi də satmışam, bankdan da kreditlər götürmüşəm,
mənim bir ümid yerim yoxdur və yeganə yolum özümü intihar etməkdir. Bitib də bu adam. Bu adamın daha son yeri yoxdur ki, istinad nöqtəsi yoxdur ki, getsin o qapıya, o hansı ki o qapıdan ona bir işarət olacaq. Ona bir dənə işıq yeri gələcək. O yerdə yoxdur. Dərhal belə adamlara mən bu ayəni təşviq eləyirəm ki, Zümər 53 oxusunlar. Onlar artıq bütün peşiman bir qəlbə bir ümid olacaq. Allah bizim qayıtmağımızı gözləyir. Allah buyurur ki, narahat olma. Sən o haqda düşünmə. Yaxşılıqlar Allahdandır, pisliklər şeytandandır. Niyə özünü öldürməlisən? Nə üçün? Borca mı görə? Çətinliyə mi görə? Yox, belə deyil. Deməli, sən əgər son ümidin qırılıbsa, bu ən böyük təhlükədir. Allah bizim qayıtmağımızı istəyir. Tövbə sadəcə keçmişi silmək deyil, gələcəyi təmiz niyyətdə yenidən qurmaqdır. Yəni, ilahi, əgər sən varsansa, mən niyə narahatam? Sən mənim ən yaxşı vəkilimsən. Sən mənim ən yaxşı ümid yerimsən. Qardaş qapısına gedəcəksən. Bir dəfə, iki dəfə, üç dəfə bir gün o qapı sənin üzvə bağlanacaq. Görmüşəm çox qardaşlar. Atadan bir, anadan bir dünyaya gələn qardaşlar, o qardaşların biri borc və çətinliyin içində olur. Gedir ehtiyac sahibi insan qardaşının qapısına bir dəfə verir, iki dəfə və sonunda deyir ki, də mənim qapımı döymə. Bitdi. Da bu qardaşın qapısını tanıma. Mən sənə 1, 2, 3 da verə bilməyəcəm. Bacı qapısı belə, dost qapısı belə, yeganə bir qapıdır ki, 24 saat sənin üzvü açılıb. 24 saat bağlı deyil. Yetər ki, sən o qapıya düz get, ümidlə get. O boğulmalar ki, səndə var, o sıxılmalar ki, səndə var, artıq o sıxılmalar, boğulmalar bir zaman stoplanacaq, dayanacaq, yeni bir səhifə açılacaq sənin həyatında. Bu səni xilas eləyəcək, səni qoruyacaq. Nə qədər zindandan oğlanlar çıxıb, məqam sahibi olub. Tarixi və Quran-ı Kərimi varaqlasaq, Həzrəti Yusuf quyuya düşür. Onun üçün uşaq ikən bir acım, qardaşlarından travma aldı. Qardaşlarından zərbə aldı. Hansı ki o qardaşlarım var deyənlər, o qardaş qısqanclıq zəminində quyuya saldılar. Amma Həzrəti Yusufun ümidləri qırılmadı. Yenə də qalxdı. Yenə də quyudan çıxdı. Gəldi o mərhələyə çatdı. Müəyyən hiləli insanlar onu zindana saldılar, həbsə saldılar. Bilirsiniz də, illərlə həbsdə qaldı. Yenə də həbsdən çıxdı. Çünki Allahım var deyirdi. Ümidim var deyirdi. Ümidlərim qırılmayıb deyirdi. Ümid özü bir mənbə olaraq Allahdır. Ümid qırıldısa, insan bütün simləri qırır. Gəldi, Misirin şahı oldu. Xəzinələr onun oldu. Bütün qaranlıq quyudan qurtaran, zindanlardan, qaranlıq məhbəsdən qurtaran Həzrəti Yusuf artıq bugün filmlər çəkilir, ibrətlər alınır, böyük bir dastanlara çevrilir. Allah belə Allahdır. Allah insanı istəsə qaldıracaq. Yetər ki, sən ondan ümidini qırma. Buna deyirlər tövbə. Tövbənin çox şaxələri var. Bunun eyni zamanda sosial və psixoloji təsirləri də var. Biz tövbə deyəndə tək dini anlamda nəzərdə tutmamalıyıq. Həm bunun sosial tərəfləri var, həm də psixoloji tərəfləri var. Və sosial və psixoloji təsirləri necə anlaya bilərik? Ümumiyyətlə, tövbə edən insan vicdan azadlığını hiss eləyir.
vicdan azadlığından azad olur. İnsan ki bir nəfəri alladırsa, oğurluq eləyirsə, tövbə eləyəndən sonra onun vicdanı azad olur. Günahlar insanın vicdanını həbs eləyir. İnsan narahat olur. Tövbə eləyəndən sonra psixoloji təsiri budur ki, insan daxili yükdən qurtarır, daxili yükdən azad olur, onun yükü azalır. Məsələn, insan ki, nə qədər cinayət eləyir, fərqi yoxdur, cinayətin, aşkar cinayət var, gizlin, oğurluq filan. Bu cinayətlər, günahlar nə qədər var, insan nə qədər stresə düşür. Hər addımında günahkarlara baxın, cinayətkarlara baxın, qatillərə baxın, oğurlara baxın. Onlar həyatda yaşaya bilmirlər, hələ geri dönürlər, sağa sola baxırlar, insanla danışanda gözləri oynayır. Niyə? Çünki nə qədər ki, onun o etdiyi cinayətlər açılmıbsa, onda bir rahatçılıq yoxdur. Elə ki, artıq o cinayətlər bəlli olunsa, deyir, şükür Allah, bilirəm ki, həbsə gedirəm. Ümumiyyətlə, insan peşmançılıq və düzəlmə istədiyi insanın ruhu balansı bərpa olur. Ruh balansı düzəlir. İkinci psixoloji təsir nədir? İnsanın dəyişmə gücünü artırır. İnsan ki, deyir ki, mən filan şeyə yox deyirəm, yəni tövbə eləyirəm, bu nə deməkdir? Gücünü hiss eləyir. İnsan dəyişmə gücünü artırır. Deməli, mən zəif adam idim, indi tövbə eləyirəmsə güclü adamam. Yəni, məqsəd budur ki, mən dəyişə bilirəm. İnancı doğurur. Bu da özünü inkişaf üçün bir dənə vacibdir. Bəzi adamlar var, deyir ki, yox, mənim gücüm çatmaz buna. Mən dəyişə bilmərəm. Mənə anam belə doğub. Bu yanlış sözdür. Bu, psixoloji test eləyəndə bu zəif adamların işidir. Bəzən deyirlər, sən kişi deyilsən, belə bir söz də deyirlər. Yəni, kişi deyilsən bu mənada ki, sən kişi olanda özü dərk eləyirsən. Yox, mənim gücüm çatmaz buna, bu mənlik deyil. Bəzən uşaqları bir dənə işə göndərirsən, deyirsən, ged bu işi gör, deyir, yox, mənlik deyil ki bu. Necə sənlik deyil? Bəs səni kim olanlar onu eləyə bilirlər. Onlar anadan bəyəm o cür doğulmuşdular. Yox. Sən onu edəcəksən, başaracaqsan, gücün gələcək, gücün çatacaq. Amma lazımdır ki, ona tərəf gedəsən, çalışasan. Halva deməklə ağzı şirin olmaz. İsti evdə oturub, kombi yandırasan, ayda 400-500 manat verəsən, deyəsən ki, hə, Allahdan buyruq, ağzıma quyruq. Belə bir söz yoxdur. Sən o 500 manat qazanmaq üçün gərək qışı görəsən. Gərək gecə yatmayasan. Soyuqda əllərimi şaxta vurmalıdır. Sən bu çətinlikdən çıxmalısan. Rahat həyat kim mənə desə ki, mən rahat həyat yaşayıram, bu absurddur, yalandır. Kim ki mənə desə ki, mən bu vəzifəyə gəlib çatmışam, hər birinizə burada deyirəm. Burada iş adamları var, biznes adamları var, adi sıravi insanlar burada oturublar. Kim mənə deyə bilər ki, rahat gəlib o pula, o evə sahib olub? Hələ biri də mən. Kirayələr, əziyyətlər, meyitxanalar, zülümlər, ac qalmalar, bir gün çörək tapdıq, o birisi gün şəkər tapa bilmədik və gəldik, Allah bizi bu yerə çatdırdı. Yox, mən çata bilmərəm, sən çata bilərsən, zəhmət və çaba lazımdır. Günah da belədir. Sən günaha tövbə eləyə biləcəksən. Rəcəbdir, tövbə elə. Gücün çatacaq ki, özü Şaban və Ramazana hazırla. Rəcəb məhz tövbə ayıdır. Rəcəb Allah ayıdır. Tövbə deməklə düzəlməz məsələ. Dillə tövbə olmur, qardaşlar, bacılar. Tövbə yalnız dil ilə deyil, ürək və əməl və səmimi dönüşdür Allaha. Əgər sənin dilin əşhədu əllə ilahə illallah deyir müsəlman olmaq üçün, əgər sənin ürəyin, qəlbin, səmimiyyətin onu qəbul edə bilmirsə, bu dönüş deyil, bu şəhadət deyil, yalandandır bu şəhadət, yalandandır bu namaz. Tövbə ruhu paklaşdırır, Allaha olan bağlılığı gücləndirir. Allah Rəsulunun hədisi ilə fikrimi tamamlamaq istəyirəm.
Allah Resulü buyurur ki, tövbe eden şəxs sanki günah etməmiş kimidir. Subhanallah, sözün gücünə baxın. Tövbə edən şəxs sanki günah etməmiş kimidir. Deməli, nə qədər günah eləmişsən, ürəklə, səmimiyyətlə, dillə, əməllə tövbə elədin, sanki elə bil bu tövbə, sən o günah eləməmişsən. İllərlə günah eləyib, peşman olan insan tövbə eləyir, Allah buyurur, sanki eləməmişsən, unut onları. Onlar itdi, bitdi, bağlandı mövzu. Və sonda Allah Resulü buyurur ki, tövbə ilə özünüzü təmizləyin ki, cəhənnəmin pis qoxusu sizi qiyamət günündə rüsvay etməsin. Ona görə çalışaq bu Rəcəb ayında Əstəğfirullah Rəbbi və tubu ileyk deyərək, ey Rəbbim, tövbə edib bağışlanmaqlıq istəyirəm, mənim günahlarımı bağışla, bilərəkdən, bilməyərəkdən etdiyim xətaları bağışla. O zaman səmimisən, Rəcəbdə tövbə edəcəksənsə, Şabana günahsız girəcəksən. Rəcəb ayında tövbə etsən, Ramazana günahsız girəcəksən. Ümid eləyirəm ki, hər kəs bugün əgər içimizdə günahlar və xətalar varsa, İnsan zaten günah eləyir, amma buna görə də Əstəğfirullah Rəbbi və tubu ileyk deyərək, bugün cümləyə başlayıram, bugün namaza başlayıram, bugün pisliklərə son qoyuram, Rəbbim, məni bağışla, mən bilməmişəm, sanki elə bir günah etməmişəm. Həmd olsun aləmlərin Rəbbinə, Allah bizə bu tövbəni qismət eləyib, bizim ümidimiz qırılmıb və bunun üçün də gənclərimiz narkomaniyadan, spirtli içkidən, zinadan, yalandan, fəsaddan, oğurluqdan, qeybətdən, haramdan, haram baxışlardan bir mənalı əstəğfirullah deməlidir ki, o zaman bizim qurtuluşumuz olacaq. Allah bizi tövbə əhəllərindən qərar versin. Allah bizim aqibətimizi xeyr eləsin. Allah gələn günlərimizi xeyr eləsin. Allah cavan balalarımız, gələcək nəslimizi tövbəkar olaraq və düz yola, hidayət olunmuş yola yönəldənlərdən Allah Taala qərar versin. Şəhidlərimizin ruhlarını şad eləsin. Bu Ramazan ayı bərəkətli ay olduğuna görə Şaban və Rəcəb də bizim üçün bir imtahan və sınaqdır, tövbədir. İlahi, biz Rəcəbi yaşayırıq və Rəcəbin artıq bir neçə günlərini keçdik. Şabanı və Ramazanı bizə mübarək et, ya Rabbim. İlahi, valideynlərimizin günahlarını bağışla. Xəstələrimizə, xüsusilə bizim anamız, əzizimiz, duaya hər zaman möhtac olduğumuz kimi bizim də duaya ehtiyacımız var. Anamıza da və doğmalarımıza da Allah acil şəfalar versin. Allah Teala xaricdə, Azərbaycan məmləkətindən kənarda bizim soydaşlarımız var. Bizim doğmalarımız var. Xüsusilə anamız, yenə də deyirəm, Azərbaycan hudularından kənardadır. Ey Rəbbim, o hər zaman mənimlə bacı və qardaş olaraq danışanda dualarınıza ehtiyacım var deyir, ya Rəbbim, o bacıma da, niyyətimizdə olan bacımıza və bugün xəstəxanada olub duaya möhtac olan insanlar var. Onlar bizdən dua istəyirlər, sizin aminlərə ehtiyacı var, ya Rəbbim. İlahi, bizi onların yanında utandırma, ya Rəbbim. Onlara da acil şəfalar ver, ya Rəbbim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yəkullahu kufuvan əhad. Şəhidlər, boynumuzda haqq qoyub dünyadan gedən ata-ana haqları və möminə bacılarımız da gəlibdilər, bizlərlə iştirak edirlər. Onların da salamatçılığı, qonaqlarımızın, dostlarımızın cümə məscidinə gəlib cümə namazlarında bizlərlə iştirak edən qardaşlarımızın salamatçılığından ötəri və qazilərimiz də yaddan çıxartmayaq, salamatçılığımızdan ötəri salavat.